Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağdam rayonunun Paşabəli kəndinə gəlmişik və burada 30 sot məhəllənin içində yerləşən sizi bir mənzillə tanış edəcəyik. Hal-hazırda bu mənzil satışa çıxarıldı və burada hal-hazırda kirayə kimi də fəaliyyət göstərir bu mənzil. Kim istəsə kirayə qalmaq, mənzil satışına qədər, mənzil satılana qədər bu kirayə gəlib qala bilər. Qiymətləri də bizdən soruşa bilərsiniz. Kirayə haqqında biz özümüz məlumat verəcəyik bu haqda. Əziz izləyicilərimiz, çox vaxtınızı almayım. Keçək indi mənzilimizin həyəti ilə və mənzilimizin özü ilə, içi ilə tanış olaq. Əziz izləyicilərimiz, hal-hazırda darvazadan içəri daxil olanda burada bizi qarşılayır bir dənə toyuq hini və 30 sot məhəllənin içində yerləşən bu mənzil. Və əziz izləyicilərimiz, hal-hazırda keçək mənzilimizin həyəti ilə sizi tanış edək. Və əziz izləyicilərimiz, hal-hazırda sizi yarım tikili mal tövləsi ilə tanış edək. Bəli, 25 metr uzunluğunda mal tövləsidir. Və əziz izləyicilərimiz, buradan yenə məhəllənin həyətinə daxil olaq. Və burada yarım tikili sanitar qovşaq var. Və mən sizi ayaq yolu ilə tanış edəcəm. Hal-hazırda gördüyünüz ayaq yolu. Keçək evimizin arxa hissəsinə. Burada da bəli, böyük bir mal tövləsi yerləşir. Hal-hazırda yarım tikilidir və qarşısında yerləşən bütöv böyük tövlə ilə tanış edəcəyik və mal heyvan saxlamaq üçün əlverişli yerdir və içəri daxil olmaq istəmirəm. Hal-hazırda özünüz almaq istəyən özü əl gəzdiriləcək bura, heç gəlib baxacaq. Bax, gördüyünüz kimi bu cür tikilidir, yarım tikilidir. Burada indi düzdür, ot basıb ora keçmirəm. Burada həyətimizin bağ hissəsidir və burada balaca toyuq cüzə nəsə saxlamaq üçün mini bir yerdir. Bəli. Və əziz izləyicilərimiz, hal-hazırda keçək mənzilimizin otaqları ilə sizi tanış edəcəm və buyurun baxaq. Hal-hazırda mənzilimizin ön görüşü budur. Ön görüşü budur. Düzdür, biraz qədim evdir. Yəni, amma içinin şəraiti normal. Və mənzilə daxil olarkən 3 pilləkən qalxdıqda birinci bizi qarşılayır mətbəx. Bəli, mətbəx. Mətbəxlə sizi tanış edək. Və mətbəxdən çıxan kimi bizi qonaq otağı qarşılayır. Bəli, əziz izləyicilərimiz. Və qonaq otağından çıxan kimi bizi yataq otağı qarşılayır. Hal-hazırda yenə deyirəm, yaşayış olmadığından bu evdə təmizlik işləri görülməlidir. Alan özü mənzilimizə təmir işləri görülməlidir, təmizlik işləri görüləcək. Və bəli, əziz izləyicilərimiz, məhəllə ilə tanış olduq, mənzillə tanış olduq. Bu mənzillə bağlı müraciət eləmək istəyən, yəni mənzil almaq istəyən real alıcı bizlə əlaqə saxlasın və biz özümüz mənzil haqqında sizə qiyməti və sənədlər haqqında sizə bütün məlumatları özümüz çatdıracağıq. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.